Deməli, biz nədən danışdıq qardaşlar? Danışdıq ki, savabı çox olan asan əməllər, hansı ki, insanın dərəcələrini qaldırır. Belə bir hədis var, Peyğəmbərimizdən gəlir ki, deyir, mən istəğfara lil-mu'minina vəl-mu'minat kətəbəllahu ləhu likulli mu'minatin həsənə. Deyir, kim mömin kişi və mömin qadınlar bağışlanma diləyərsə, hər mömin kişi və mömin qadına görə ona savab yazılır. Görün nə qədər savabdır. Mömin və müsəlmanların sayı nə qədərdir? Allah bilir sayını. Milyardlarla olar. Yəni, Adəm əleyhissalamdan bu tərəf hamısı mömindir. Hamısı iman əhlidir, müsəlmanlardır. Qiyamətə qədər nə qədər müsəlmanlardır. Hamısı. Ona görə yəni belə fürsətlərdən istifadə eləmək. Yəni, yada düşdükcə gündəlik duanı demək. Namazda, adi vaxtda. Allahümme xfir lil-mu'minina vəl-mu'minat vəl-musliminə vəl-muslimat əl-əhyəə minhum vəl-əmvat. Onlardan ölü və diri olanları hamısını bağışla. Sonra, məsəl üçün, düzdür, bəzi hədislər var ki, müxtələf. Yəni, orada ixtilaf ediblər. Bəziləri zəif sayıb, bəziləri səhih sayıb. Amma fadailül əməl, yəni xeyirli əməllərdir. Bunları əməl etməkdə heç bir ziyan yoxdur, inşallah. Misal üçün, bazara girərkən oxunan dua. La ilahə illallah vəhdəhu lə şərikə ləh, ləhul mulku və ləhul hamd, yuhyi və yumit və huvə hayyun la yamut, biyədihil xeyr və huvə alə kulli şeyin qadir. Kim bunu deyərsə nə yazılar ona? Milyon savab. Yəni, fürsətdir ki, insan bazara gedəndə hər dəfə bunu unutmasın. Görünə boyda savab. Ona görə, yəni, bu fürsətləri insan gündəlik. Yəni, Allah qatında da hansı əməl bilirsiniz daha xeyirlidir? Söhbət onun böyüklüyündən və kiçikliyindən getmir. Qallə və advamuha, yəni az olsa belə davamiyyətli olan. Az olsa belə davamiyyətli olan. O nəyi göstərir? O sadiqliyi göstərir, sidq göstərir ki, insan öz Rəbbinə qarşı sadiqdir. Həmişə sadiq, təqva əhli yalnız kiçik əməl də olsa belə onu davam elətdirər. Amma günahkar insansa ola bilər ki, dağ boyda əməl edər bugün. Amma sonradan heç nə eləməz. Yəni, böyük əməl eləmək hələ o demək deyil ki, insan. Amma kiçik əməl eləyib, onu davamlı eləyən artıq sadiqdir Rəbbinə. Yəni, o məsələ. Və insan, necə dedik ki, qardaşlar, bu fürsətlər ki, yoxdur, bu dualar, hansı ki, yəni, kiçik bir əməl edir insan, amma böyük bir savab qazanır. Hər gün həris olmalıdır ki, onlardan yerinə yetirsin. Hətta öndə gedənlərdən olsun. Əslində razı olsun.